Yaşar müəllim, biz nə edək ki, başqasına gözümüz dəyməsin və insan özü-özünə gözü dəyə bilərmi? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm göz deyir, dəvəni deyir qazana salar, insanı da qəbrə salar deyir. Və göz dəymədən ölənlər çoxalacaqdır ümmətindən. Niyə? Qorunmurlar özlərinə. Görür bir insanın üzərində gözəl paltar, mini, demir Allah sənə bərəkət versin. Deyir Allah sənə bərəkət versin, Allah bərəkətli eləsin. Məşallah, demir. Subhanallah. Mən şəxsən görmüşəm, məsələn, hətta Sovet dönəmində bizim kəndimizdə də var idi, insanlar var idi ki, onu görəndə qorxurdular. Amma bilmirdilər necə qorunmaq lazım. Qorxmaq lazım deyil. Sən əgər səhər axşam zikirlərini edirsənsə, çoxlu zikr edirsənsə, gözü ilə baxmasın və nə bilim, dombalaq açıb gözü ilə baxsın. Sənə zərər verə bilməyəcək. Elə İxlas, Fələq, Nas, elə bunun üçündür də. Fatihə surəsi bunun üçündür, Ayət Kürsi bunun üçündür, subhanallah. Bəzən insanın öz gözü özünə deyə bilər. Gözəl paltar giyimsən, dinə maşallah, təbərəkallah. İnsan özünə gözləyir, taraf yıxılır. Sahabilər vaxtında olmuşdu. Elə Hüdeybiyyə sülhündə, subhanallah. Sahabədən birisi paltarını çıxardanda hamısı kişilər yuyunurlar. Dərisi ağ olur. Ərəblərə əsmər olur axı. Bildi ki, gördü ki, nə gözəl dəri var. Elə yıxıldı oradaca quyun içərisində. Peyğəmbərimizə gəlib deyən dedi ki, sizdən biriniz niyə qardaşını öldürür? Ona deyir, bərəkət oxusun deyir. Subhanallah. Bərəkət oxusun deyir.